Danışım sizlərə mən şirkin bir başqa növündən, uzaq olmaq lazımdır şirkin hər bir bölümündən. Yazıram haqqa qarşı gözləri kör qafil adamdan, din ilə sömürülən israfçı olan cahil avamdan. Bu qədər avamlıq olmaz, pulunu sərf edəsən boş, bütə iman edəsən, həm bunu qəbul edəsən xoş. Nə deməkdir ki, dəvə heykəlinə baş əyəsən sən, mənə körpə, mənə övlad verəcəkdir deyəsən sən. Bəlkə də çoxları bilmir, nədir bu söz, nədir söhbət. Deməli, bir çox insanın gözünü tutubdur qəflət. Bunların inandığı şeylərə bir bax, görəcəksən. Bunu heyvan belə etmir deyərək sən güləcəksən. Belə ki, bir dəvə heykəli özü daşdan olan büt. Buna sitayiş edib övlad istəyir bir yığın ağlı küt. Güya ki, keçəndə bu bütün altından dəvə bəxş eləyir övlad. Daha bilmir ki, bu niyyət üzərə ölsə olar hər şeyi bərbad. Bunlar o qədər sapıq insanlarla qurublar ki, diyaloq. Dəvə də bunlar üçün olub daşdan bir ginekoloq. Allahı unutdular, halbuki övladı verən o. Altından keçdiyim bu cansızı canlı yaradan o. Necə insan bu qədər asi olar Rəbbinə qardaş? Vallahi milçəkdən də acizdir ibadət etdikləri bu daş. Məkkə müşriklərindən fərqi nədir ki bu millətin? Mən danışsam deyirlər Vəhhabidir, dinləməyin söhbətin. Elə Əl-Vəhhab isminin mənasını anlasaydınız, bilərdiniz, Əl-Vəhhab qarşılıqsız bəxş edən deməkdir, bunu insana deməzdiniz. Bunu siz dərk eləsəydiniz, bilərdiniz ki, Allah da Əl-Vəhhab olan Rab, elə tək ondan istəyərdiniz hər şeyi, o da sizə verərdi cavab. Vallahi bu şirkdir və bu halda ölsəz əbədi cəhənnəmdəsiz. Sözümdən nəticə çıxarıb nə olardı günahınıza tövbə etsəydiniz? O günah ki şirkdir, tövbə etmədikcə əsla bağışlanmaz. Bunu ancaq ağıl sahibləri düşünər, ağılsızlar bunu qanmaz. Nə qədər cahil olasan ki, diz üstə bütün altından keçəsən. Qız gəlin bilinmir, iməkləyir şeytanına tərəf, axı bunlara nə deyəsən? Şirk sizə öyrədir dəyyusluq almışdır əlinizdən qeyrəti. Naməhrəm içinə namusun buraxanın necə olsun ki heybəti? Zaman zaman bu avam toplum etdi xeyli çirkin iyrənc bidət. O qədər sapdılar artıq daşdan ağazdan umurlar mədət. Bu dəvənin üstünə bir böcək qonsa onu dəf eyləyə bilməz. O cansızdır, sizi görmür, heç eşitmir, o sizi dinləyə bilməz. Canlıya cansız bir şeyi Allaha tay tutmaq olarmı? Bunu eyləyən kimsəni heç müsəlman saymaq olarmı? Bir balta götür parçala dəvəni, gör sənə bir şey eləyərmi? O özünə fayda verə bilmir, sənə övlad bəxş edə bilərmi? Bu açıq azğınlıqdır, şeytanın oyunudur, uzaq durun xurafatdan. Bəs inanınız boş batil şeylərə, çıxın bu cəfəngiyatdan.